Mən uşaq olanda aprelin biri yaman aldadardıq yol ötənləri. Yolun ortasında qoyardıq nəsə, yolçu əyləndə ipi çəkərdik. Qəşş edib gülərdik verib səs-səsə. Yolçunu aldada bilməyimizdən sevinər, zövq alar, ləzzət çəkərdik. O vaxt nə biləydim, aldanmaq ağır, aldatmaq insanın öz zatındadır. O vaxt nə biləydim, haqdan keçməzin payına dilini bağlamaq düşür. O vaxt nə biləydim, aldanan kəsin halına gülmək yox, ağlamaq düşür. Böyüdüm, yoluma kötü yatdılar. Mənim özümü də çox aldatdılar. Ayıra bilmədim əyridən düzü. Gördüm həqiqətin yolu dar imiş. Demə ikiyüzlü dünyanın özü aldatmaq üstündə bərqərar imiş. Ayların, illərin bütün günləri aprelin biriymiş.